Salam olsun hər kəsə. Demək ki, bu gün keçirilən məktəblərarası fənn müsabiqəsinin 7-ci sinifinin sınaq 2-nin izahını verəcəm. Deməli, birinci sual deyir ki, şəkildə təsvir olunmuş bitki hüceyrəsinin hansı rəqəmlərə verilən orqanelləri stoplazmadan 2 membranla ayrılır? Deməli, burada mitoxondri ilə plastidləri götürəcəyik. Yəni cavab olacaq 2 ilə 5. Yəni C variantı. İkinci suala baxırıq. Deyir ki, çəkili bitkinin nömrələnmiş hissələri ilə bağlı yanlış fikri müəyyən eləyin. Baxırıq, 1-də çiçək, 2-də yarpaq, 3-də gövdə işarələnib, 4-də də kök. Nə deyir? Deyir ki, birinci hissədə həm meyvə, həm də toxumun başlanğıcı verən hissəyə rast gəlinər. Bəli, toxum başlanğıc verən hissəyə rast gəlinər. Bəli, bu düzgün fikirdir. İkinci hissənin əsas funksiyası fotosintez və buxarlanmadır. Bəli, yarpaqdır, yarpağın da əsas funksiyası fotosintezdir, buxarlanmadır və s. C variantına baxırıq. Üçüncü hissə kök və yarpaqları bir-biri ilə əlaqələndirir. Bəli, gövdədir, kök və yarpaqları bir-biri ilə əlaqələndirir. D variantı. Dördüncü hissənin əsas funksiyası ehtiyat qida maddə toplamaqdır. Dördüncü hissə kökdür. Kökün əsas funksiyası torpaqda olan su və mineral maddələri sormaqdır. Yəni cavab burada yanlış olan D variantıdır. Davam edirik 3-cü sualla. 3-cü sualda deyir ki, ətirşah bitkisində təsvir edilən çoxalma formasından istifadə edilən orqan növünün yeraltı şəkildəşməsi deyil. Soğanaqdır, kartofdur. Bunlar gövdənin şəkil dəyişməsidir. Amma Georgindəki yumru isə nədir? Kökün şəkil dəyişməsidir. Çayırdakı kökümsov da gövdənin şəkil dəyişməsidir. Yeraltı şəkil dəyişmə, yəni gövdənin yeraltı şəkil dəyişməsi olmayacaq. Georgindəki yumru, yəni D variantı. 4-cü suala baxırıq. KLM müvafiq olaraq dişicik, yumurtalıq və yumurtacıq sayı olarsa, hansı qrafik qarğıdalı bitkisinə aid edilə bilər? Qarğıdalı bitkisində yumurtalıq 1, deməli, dişici 1 və s. kimi olur. Yəni, hamısı burada bərabər olacaq. Yəni, dişicikdə 1 olacaq, yumurtalıq da 1 olacaq və yumurtacıq da 1 olacaq. Yəni, burada da cavab hamısı bərabər olan B variantı. Qarğıdalı bilirik ki, taxıllar fəsiləsinə aiddir. Sonra 5-ci suala baxırıq. 5-ci suala baxırıq. Deyir ki, cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını doğru, yanlış ilə müəyyən edin. Noxud və çiyələk bitkisi sadə yarpaqlara malikdir. Xeyr, noxud və çiyələk bitkisi mürəkkəb yarpaqlara aiddir. Noxud cütlələkvari, çiyələk isə üçər yarpaqdır. Yəni, bu olacaq yanlış. Yasəmən, gic tikan bitkilərinin yarpaq düzülüşü qarşı-qarşıyadır. Bəli, yasəməndir, gic tikandır. Bunlar da qarşı-qarşıya düzülüb. Doğrudur. Çayırın yeraltı şəkil dəyişməsi gövdədir. Bəli, çayırın yeraltı şəkil dəyişməsi gövdədir. Kökümsova çevrilir. Bu da doğrudur. Moruq və itburnu ot bitkilərinə aiddir. Xeyr, moruq və itburnu kol bitkilərinə aiddir. Bu da olacaq yanlış. Yəni, yanlış, doğru, doğru, yanlış, yanlış, doğru, doğru, yanlış A variantına uyğun gəlir. 6-cı sualda deyir ki, düzgün fikri müəyyən edin. Şəkildəki sadə yarpaqdır və görünür ki, torvari damarlanmaya malikdir. Deməli, paralel damarlanmadan söhbət gedə bilməz. Torvari damarlanma mürəkkəb yarpaqdır. Xeyr, əgər bir saplaqdan bir neçə yarpaq ayası olarsa, o mürəkkəb yarpaqlardır. Bu da səhvdir. C variantında deyir ki, torvari damarlanan sadə yarpaqdır. Bəli, C variantı doğrudur. 6-da da C oldu. 7-yə baxırıq. Yarpaq hüceyrəsində 16 xromosom olan bitkinin bir toxumlu deməli, meyvəsi əmələ gələrkən mayalanmada iştirak edən yumurta hüceyrə K və bütün hüceyrələr L xromosom sayı neçə olar? Deməli, yarpaq hüceyrəsində 16 xromosom varsa, bunun 2 eni bərabərdir 16-ya. Yəni, n bərabərdir 8-ə. Bunun cinsi hüceyrələrində 8 dənə xromosom var. Deyir ki, meyvəsi əmələ gələrkən mayalanmada iştirak edən yumurta hüceyrə 8 və bütün hüceyrələr xromosom sayı neçə olar? Bütün hüceyrələrin də xromosom sayı neçə olacaq? Yəni, mayalanmada iştirak edən hüceyrələrin xromosom sayı. Endosperm nə olacaq? 8n, 8n. Yəni, yuxarı və aşağı hüceyrələr birləşərək
mərkəzi hüceyrəni əmələ gətirir. Yəni 16N o olacaq mərkəzi hüceyrə. Plus 2 dənə sperminin xromosom dəsti 8 16 olacaq. Daha sonra bir dənə yumurta hüceyrənin xromosom dəsti, bu da 8. Neçə elədi bu? 12, bu 8, 20, 2, 3, o da 2, 40. Yəni bütün hüceyrələr 40. Deməli yumurta hüceyrə isə 8 olacaq. Deməli 40, K oldu 8, L oldu 40. Cavab A variantı. Nə ilə başa düşməsəz, şərh bölməsində qeyd eləyərsiniz, izahını yenidən verərik. 8-ci sual. Yalnız şəkilə istinad edərək nömrələnmiş bitkilərin hansı və ya hansılarının meyvə əmələ gətirə biləcəyi fikrini irəli sürmək olar. Çiçəkli bitkilərin. 1, 2, 3. Çiçəkli bitkilərin. Deməli 3, 2, 4, 5. C variantı. 9-cu suala baxırıq. 9-cu suala baxırıq. 9-cu sualda deyir ki, canlı noxud toxumlarının cücərmə prosesi müxtəlif amillərin təsirini araşdırın. Bəli, havadır, rütubətdir, temperaturdur. Bunların təsiri toxumun cücərməsi üçün çox vacibdir. Deyir ki, şagird ağzı açıq qabda aşağıdakı təcrübəni aparmış, lakin heç bir toxum cücərməmişdir. 10 dərəcəyə yaş pambıq, daha doğrusu temperatur 10 dərəcədə toxumları yaş pambıqla əhatə eləyib yəqin ki. Burada da ikinci bankada da 20 dərəcədə quru pambıq. Quru pambıqda məlum məsələ. Burada rütubət olmadığına görə toxum nə olacaq? Cücərməyəcək. Birinci bankada da isə yaşdır, amma temperaturu normal deyil. Normal temperatur yoxdur. Ona görə də burada olacaq rütubət burada, temperatur da burada. Oldu temperaturuna rütubət. Yəni 9-da cavab C variantı. 10-cu suala baxırıq. Verilmiş çoxalma forması ilə bağlı mütləq doğru fikirlər seçin. Verilmiş çoxalma forması vegetativ yolla çoxalma formasıdır. Baxaq görək hələ doğru fikirlər hansılardır. Birinci, iki bitki genetik olaraq bir bitkidən kəskin fərqlənir. Deyir ki, ikinci bitki, bu bitki yəni, birinci bitkidən genetik olaraq kəskin fərqlənir. Xeyr, fərqlənmir. Niyə fərqlənsin axı? Bunun yarpağını qopardıblar, təzədən bastırıblar, yenə də həmən bitkidir də, yəni niyə fərqlənsin ki? Eyni bitkidir. Olmayacaq bu. 1 getdi. 1 olan variantları atdıq. Baxırıq 2-yə. 1 və 2 bitkilərinin kök sistemləri eynidir. Xeyr, eyni ola bilməz. Birinci bitki ola bilər ki, toxumla çoxalsın. Toxumla çoxalanda əsas kök var. Amma ikinci bitkidə məlum məsələ əsas kök olmayacaq. Toxum olmadığına görə 2 də düzgün olmayacaq. 2 də getsə zaten cavabımız artıq məlumdur, amma baxaq. Hər iki bitki kök sistemində mövcud olan kök sayı eynidir. Yalan deyir. Bəlkə burada əsas kök var birinci bitkidə. 4-ə baxırıq. Bir valideyn fərdin iştirakı ilə gedir. Bəli, bir dənə valideyn fərddə onun iştirakı ilə gedir. 4. 5-ə baxırıq. İki bitki, yəni ikinci bitki formalaşan zaman ilkin olaraq gövdəyə bilavasitə birləşən köklər yaranmışdır. Bəli, əlavə köklər gövdədən inkişaf eləyir də. Yarpaqdan və gövdədən inkişaf eləyən köklər əlavə köklər idi. Köklərdən çıxan köklər yan köklər idi. Rüşeym kökçüyündən inkişaf eləyən kök isə əsas kök idi. Yəni burada olacaq cavabımız D variantı. 11-ə baxırıq. Canlıların daxili quruluşunu öyrənən elm sahəsidir. Daxili quruluşun anatomiya öyrənir. 12-ci sual. Deyir ki, sual işarəsi ilə işarələnmiş orqanel haqqında hansı fikir yanlışdır? Baxaq, biri heyvan hüceyrəsidir, biri bitki hüceyrəsidir. Hüceyrə tənəffüsü zamanı oksigen qazından istifadə edən orqanoid ola bilər. Bəli, yəni mitoxondri ola bilər. Fotosintez zamanı, karbon qazından istifadə edən orqanoid ola bilər. Xeyr, bu ola bilməz artıq. Çünki heyvan hüceyrəsində plastidlərə rast gəlinmədiyinə görə ola bilməz bu. Yəni burada olacaq cavab B variantı. 13-cü sual deyir ki, hüceyrələrində irsi məlumat daşıyan strukturlar membranla sitoplazmadan ayrılmayan canlını seçin. Hüceyrələrində irsi məlumat daşıyan strukturları membranla sitoplazmadan ayrılmayan canlını seçin. Yəni membransız, membranlı orqanoid olmasın bu. Belə deyək də hüceyrənin tərkibində. Bu da deməli birincidə nədir? Yaxşı görmürəm. Bitkidir hər halda. 2-də nə oldu? B variantında göbələkdir. C variantında bakteriya, D variantında heyvanlardır. Burada membranı olmayanlar ancaq bakteriyalarda rast gəlinə bilər. Yəni membranı olan orqanoidlər bakteriya hüceyrəsində yoxdur. 13-də oldu C variantı. 14-ə baxırıq. 14-ə baxırıq.
Görək dəyişə bilsə baxacaq. Hə. Deməli, bu cədvələ əsasən x-i müəyyən edin. Adı x, latinin quruluşu, yəni şirəli meyvədir. Bu toxumun da sayı çoxdur. Çəyirdək meyvə şirəlidir, amma bir toxumludur. A variantı olmayacaq. B toxumca meyvədir. Toxumca meyvə qurudur, bu da olmayacaq. Qutucuq meyvə də qurudur, bu da olmayacaq. Şirəli gilə meyvə və çox toxumlu olacaq. 14-də cavab C variantı. 15-ə baxırıq. Qrafikdə lobya bitkisinin bir çiçəyinə məxsus hissələr və onların sayı əks olunmuşdur. Hansı fikir doğrudur? Deməli, lobya bitkisinin bir çiçəyinə məxsus hissələr və onların sayı əks olunmuşdur. Aha. Hansı fikir doğrudur? M çiçək sayı, L yumurtalıq. Xeyr, lobyanın deməli, çiçəyində bir dənə yumurtalıq var. Bir çiçəyində bir dənə yumurtalıq var. M çiçək sayı. L yumurtalıq. Xeyr, A variantı olmayacaq. Yəni bir çiçək eyni sayları bərabərdir, yəni. M yumurta B variantına baxırıq. M yumurtalıq sayı, L yumurtacıq sayı. Bəli, yumurtalığın içində bir neçə dənə yumurtacıq ola bilər. Lobya toxumu çox toxumludur. B variantını götürəcəyik. 16-cı sual. Hansı calaq üsulunda calaqaltıya T şəkilli kəsik atılır? Burada əsasən göz calağından söhbət gedir. T şəkilli kəsik atılır. 17. Hansı bitkiyə aid yarpaq verilməmişdir? Çiyələk üçər. At şabalıdı barmaqvari. Bu yəni. Deməli, noxud cütlələkvari. Yəni bu inci çiçəyi bitkisinə aid yarpaq verilməmişdir. İnci çiçəyi əsasən qövsvari damarlanmaya məxsusdur. 18-ə baxaq. Verilənlərin hansının əmələ gəlməsində yumurtalıq iştirak eləyib? Verilənlərin hansının əmələ gəlməsində yumurtalıq iştirak eləyib? Deməli, şəkil dəyişmələri çıxırıq. 1 çıxırıq, 3 çıxırıq, 5 çıxırıq, 6 çıxırıq. Yerdə nə qalırsa odur cavab. 2, 4. Var, cavabımız 2, 4. Hə, var. 18-də də B variantı. 19-a baxırıq. Dikit çiçəkli bitkidə təsvir edilmiş K, N, L, M hissələri ilə bağlı doğru fikirləri müəyyən edin. Doğruları istəyir. Deməli, K ləçək göstərib, N tozluğu göstərib, L kasa yarpağı, M də nəyi göstərib? Saplağı. İndi nə deyir? Deməli, 1. N hissəsində baş verən bütün proseslər K hissəsində də baş verə bilər. Yox, əlbəttə ki, yox. Bu səhv variant. Çünki N hissəsi bitkinin, çiçəyin əsas hissəsidir. Yəni erkəkciyidir. Erkəkcikdə baş verən proseslər əlbəttə ki, ləçəyində baş verə bilməz. Deməli 1 olmayacaq. 1 olan variantlar getdi. 2-yə baxırıq. Bir evli hermafrodit çiçək təsvir edilmişdir. Bəli, bir evli iki cinslidir. Əgər bir bitkinin bir çiçəyinin üzərində həm erkəkcik, həm dişicik olarsa, bu çiçək bir evli iki cinslidir. Yəni iki cins varsa da hermafroditdir. Yəni içini götürürük. 3-ə baxırıq. Deməli, N hissəsində baş verən proseslərin müxtəlifliyi K, L, M üzr istəyirəm. K, L, M hissəsinə nəzərən daha çoxdur. Bəli, M hissəsi çiçəyin əsas hissəsindən olan biridir, yəni erkəkciyidir və burada olan proseslər digərlərinə nisbətən daha çox proses burada baş verir. 2-3. 2-3-ü götürdük. Deməli, nə oldu? Hansı qaldı? 4 qaldı. K hissəsində baş verən proseslər K ləçəkdir. Nəticəsində bitkinin dişi qametofu yox, heç aidiyyatı yoxdur. 4 də olmayacaq. B də getdi. 2-3. Onda A da getdi. Cavab eləcək olacaq, amma baxaq 5-ə. N hissəsində baş verən proseslər gələcək nəsillərdə müxtəlifliyə səbəb olur. Bəli. Burada baş verən proseslər gələcək nəsillərdə müxtəlifliyə səbəb ola bilər. Çünki orada meyoz prosesi gedir, mitoz gedir və s. Yəni tozcuq formalaşır. Deməli, cavab oldu 2-3-5. Baxırıq 20-yə. Verilmiş hüceyrə ilə bağlı yanlış fikri müəyyən edin. Verilmiş hüceyrə eritrositlərdir. Eritrositlər heyvan orqanizminin ixtisaslaşmış hüceyrələridir. Bəli. Qırmızı qan hüceyrələri və eritrositlər adlanırlar. Bəli, bu da düzdür. Yetkin halda birdən çox nüvəyə malikdir. Xeyr, yetkin halda nüvəsiz olur. Eritrositlər nüvəyə malik olur, ancaq cavan yaşda, lor dilində desək. Yəni uşaqlıqda.
Deməli burada da olacaq cavab C variantı. Tərkibindəki hemoqlobin olan rasiyanır, bəli. 21-ə baxırıq. Hansı strukturlarda yerləşən hüceyrələr gələcək cinsi hüceyrələr qametlərə başlanğıc verir? Dişici və erkəkci olacaq. Görək hala hansı ilə işarələnib burada. Deməli, nə oldu? Girincilədi yapdı bizi. Deməli, dişici və erkəkci. Deməli, olacaq nə? 2, 3 nədir? 4. 3 yoxdursa 2, 4. 4 deməli 2 tozluq kisəsi göstərib, tozluqları göstərib, 4 də yumurtalığı göstərib. Yəni olacaq burada 2, 4, D variantı. Əgər 2, 3, 4 olsaydı, onları da götürərdik böyük ehtimal. Amma 2 ilə 3-ü ayrı verib, 2 ilə 4-ü ayrı verib. 3 sadəcə dişicinin ağızcığını göstərir. Amma 4 yumurtalığı göstərir. Deməli, 22-yə baxırıq. Göstərilən proses haqqında hansı fikir yanlışdır? Bu bakteriyalarda olan spor əmələ gətirmə prosesidir. Yeganə canlı nümayəndəsi olan bakteriyalardır ki, onlarda spor demişdik ki, çoxalmaya xidmət etmir. Heyvanlardır, bitkilərdir, göbələklərdir. Bunlarda spor çoxalmaya xidmət edir. Amma yeganə bakteriyalardakı spor çoxalmaya xidmət etmir. Burada da yanlış istəyir. Burada da yazıb ki, çoxalmaya xidmət edir. Yanlışdır. Çoxalmaya xidmət etmir. 22-yə baxırıq. 22-yə baxdıq. 23-ə baxırıq. Görək 23 hardadır? 23-ə baxırıq. Deyir ki, göstərilən təsvirə əsasən aparılan gövdə kəsiyi bitki aşağıdakı hadisələrə hansı? Göstərilən təsvirə əsasən aparılan gövdə kəsiyi bitkidə aşağıdakı hadisələrdən hansına səbəb olar? Gövdəni kəsirlər. Kəsiyin aparıldığı andan etibarən fotosintez prosesi dayanır. Xeyr, niyə dayanır ki? Yarpağı qalıbda üstündə. Dayanmaz yəni. Düzdür. Yəni hansına səbəb olar, buna səbəb olmaz. Kəsiyin aparıldığı andan etibarən bitki məhv olar. Xeyr, məhv olmaz. Kökə də torpağın altındadır. C-yə baxırıq. Köklərin torpaqdan kifayət qədər su qəbul edə bilməməsinin səbəb olar. Xeyr, kök torpaqda da su qəbul edəcək. Köklərə üzvü maddənin çatdırılmasına mane olar. Bəli, çünki artıq o necə deyək, əlaqəni biz kəsdik. Yarpaqla kök əlaqəsini kəsmişik və orada üzvü maddələr yuxarıdan aşağıya doğru flema boruları ilə hərəkət edir kökə doğru. Ona görə də kəssək biz artıq üzvü maddənin köklərə çata bilməyəcək, kök hüceyrələrinə çata bilməyəcək. 23-də də oldu nə? D variantı. 24-də baxırıq. 24-də hüceyrənin faktiki ölçüsü 300. Deməli, yəni bunun faktiki ölçüsü 300, yəni həqiqi ölçüsü 300. Böyüdülmüş ölçüsü isə 1,5 cm-dir. 1 cm-imiz 10 mm, 1,5 cm-imiz 15 mm. 15 mm-də mikrometrə çevirsək, olacaq böyüdülmüş ölçüsü, yəni görünən ölçüsü 15 mm-də mikrometrə çevirsək, olacaq bu formada. Mikroskopun da böyütmə dərəcəsi, deməli, belə bir düstur demişdim uşaqlar. Mikroskopun böyütmə dərəcəsi bərabərdir. Görünən ölçü bölünsün həqiqi ölçü. 15.000-i də böləcəksiniz 300-ə. Bunlar getdi. 5 üçün 15. Cavab da olacaq mikroskopun böyütmə dərəcəsi 50. Ümid edirəm ki, başa düşdünüz bunu. 25-ə baxırıq. Deyir ki, uyğunluğu müəyyən eləyin. Heyvanlarla yayılmasıdır, küləklə və su vasitəsilə. Deməli, heyvanlarla yayılma üsuluna əsasən meşə gilası idi burada. Deməli, 1-ə aid oldu meşə gilası, B. Daha sonra at pıtrağı idi, BF. Heyvanlarla, sonra yoxdur burada, qovaqdır, zəncir oturdu, bunlar küləklə yayılır. Deməli, bir də cökədir, ADY də küləklə yayıldı. ADY də küləklə yayıldı. Su vasitəsi ilə yayılan isə burada olacaq qızıl ağac. Bu da oldu C. Deməli də nə oldu? Hansı variantlar oldu? 1-ə BF, 1-ə BF, 2-yə ADY, 3-ə də C. Var elə bir variant. 1-ə BF, 2-yə AD, Y, 3-ə də C. Bəli, oldu cavab D variantı. Ümid edirəm ki, aydın oldu. Hər birinizə uğurlar arzulayıram. İnşallah hər şey daha yaxşı olar. Sağ olun, salamat qalın.